Ox imtahanında istifadə olunmuş suallardan biridir. Hadisə nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. Ərəblərin Bələncər şəhərini tutması, Xəzərlərin Azərbaycana yürüşlərinə son qoyulması. Ərəblər Bələncər şəhərini tutublar 722-ci ildə. Xəzərlərin Azərbaycana yürüşlərinə son qoyulması isə 8-ci yüzilliyin sonundan olubdur. Yəni yanlışdır. Xürrəmlər hərəkatının başlanması, Əməvilərin vergi siyasətinin yumşaldılması. Xürrəmlər hərəkatı başlayıb 778-ci ildə, Əməvilər sülaləsi həmin vaxtı olmayıbdır. Həmin vaxtı hakimiyyətdə olubdur Abbasilər sülaləsi. Çünki 750-ci ildə Əməvilər sülaləsinin hakimiyyətinə artıq son qoyulmuşdu. 1-ci Həştadsar döyüşü Bəz qalasının Ərəb ordusu tərəfindən tutulması. 1-ci Həştadsar döyüşündə 829-cu ildə ərəblərin məqsədi Bəz qalasını tutmaq olsa da, lakin məğlub olurlar, tuta bilmirlər. Bəz qalasını 837-ci ildə tuturlar. Abbasilər xilafətinin parçalanması, Azərbaycan dövlətçiliyinin bərpası. Doğrudur. Abbasilər xilafəti 9-cu yüzillikdən parçalanmağa doğru gedir. Bunun nəticəsində də Azərbaycanda feodal dövlətlər olan Şirvanşahlar, Sacilər, Səlalilər, Rəvadilər, Şəddadilər dövləti yaranır. Cavanşirin uğurlu xarici siyasəti, Sasani asıllığına son qoyulması yanlışdır. Cavab D bəndi.